Emin İbrahimovun təqsirli olmasına dair iş üzrə bir dənə sübut, dəlil mövcud deyil. Mən hətta o möhtəbərlik barədə danışmıram. Çünki bütün ittiham ancaq zərər çəkmiş şəxs hesab edilən deməli Kamal Şükürovun ifadəsinə əsaslanırdı. O ifadədə başdan ayağa ziddiyyətlərlə, yalanlarla dolu idi. Adi bir fakt mən deyim. Zərər çəkmiş şəxs ifadəsində bildirdi ki, güya hadisə olan vaxtı onu təcili yardımla xəstəxanaya aparıblar və deməli 2 gün xəstəxanada müalicə alınıb, əməliyyat olunub. Amma iş üzrə sənədlərdə görünür ki, həmin şəxs deməli hadisə olub saat 15 radələrində, amma ayın 23 iyulda isə o Nizami rayon polis idarəsi ifadə verir. Cinayət Məcəlləsinin 221 3-cü maddəsi ittihamdan xaric edildi. Amma Cinayət Məcəlləsinin 126-2-4-cü maddəsi ilə təqsirli bilinib, Emin İbrahimov barəsində 7 il azadlıqdan məhrum etmə cəzası təyin edildi. Məhkəmənin hökmünü tamamilə qanunsuz və əsassız hesab edirik. Həmin hökmdən apellyasiya şikayəti veriləcək və bütün məhkəmə instansiyalarına müraciət olunacaq.